Və laqad uhiyə ileykə və iləl-ləzīne min qablik la in əşrakte la yahbatanna amaluka və la takunanna minəl xasirin. Sənə və səndən öncəki rəsullara, peyğəmbərlərə belə vəhy etmişdik. Əgər Allah şərik qoşsan, bütün əməllərin puçalar və sən ziyan çəkənlərdən olarsan. Yəni qiyamət günü zərərə uğrayarsan, xusrana uğrayarsan, ziyan çəkərsən. Deməli, hətta Allah peyğəmbərlərini belə hədələyib. O ki, qala biz, sıravi bir insanlar. Ona görə insan ibadətin hansı növü olursa olsun, onu Allahdan başqasına yönəltməməlidir. Bu əməldə başqasına Allah şərik qoşarsa, vallahi Allah ondan qəbul edəməyəcək. Allahın da olsun qəbul edəməyəcək. Hansı növ ibadət olursa olsun. Dua belə Allahdan başqasını, qardaşım, çağırmaq olmaz. Qəbirlərə gedib onları çağırmaq olmaz. Övliyaları, ocaqları, nə bilim, dağları, daşları, mələkləri, cinləri, peyğəmbərlər, salihlər, mələklər, onları çağırmaq olmaz. Yarhamukallah. Dua Allaha aiddir, ibadətdir. İbadətdirsə kimə məxsusdur, kimə olmalıdır? Allah olmalıdır. Bunu deyəndə bəzi insanlar qəzəblənir. Qardaş, mən övliyaları təhqir eləmirəm ki. Salihləri, peyğəmbərlər, mələklər. Əsla biz iman gətirmişik peyğəmbərlərə, mələklərə, düzdürmü? Axirət günün Allaha. Biz o salihləri, başda peyğəmbərlər olmaqla, salih insanlar, mələklər, biz onları sevirik. Onları sevməklə Allaha yaxınlaşırıq. Lakin bu demək deyil ki, ibadətləri onlara yönəltməliyik. Biz insanlara bunu başa salırıq ki, bax, tövhid budur. İbadətdirsə xalis Allahın haqqıdır. Allahdan başqasına yönəlsən, şərik qoşmuş olursan. İstər zahiri əməllər olsun, istər qəlb əməllər olsun. Fərq etməz.